Hələ mən bu təcrübəyə nəzər salaraq rast gəlməmişəm ki, hansısa bir piyada vurma hadisəsində məhkəmə yekun qərara gəlib desin ki, burada günah piyadanın olub, sürücü hər hansı bir məsuliyyət daşımır. Hansı iş məhkəməyə düşürsə, orada mütləq azadlıqdan məhrum etmə və yaxud da azadlığın məhdudlaşdırılması cəzası çıxmalıdır. Hakimlər sanki qarşılarına məqsəd qoyub ki, buradan bir salamat adam çıxmasın. Mən bir dəfə də bunu prokurorluğa sual ünvanladım bu şəkildə ki, yəni sizin məqsədiniz nədir ki, bax bu adamı həbsxanaya göndərəndə, türməyə salanda nə qazanırsınız, əlinizə nə keçir? Birincisi, bu onu bilərəkdən vurmayıb. İkincisi, ən vacibi bəlkə də budur. O qadın orada nə gəzir? Üçüncüsü, onsuz da buna olan olubdur. Bunun himayəsində xəstə bacısı var, ailəsi qalır başsız. Sən bunu həbsxanaya niyə məqsədli şəkildə dirəşmirsən ki, getsin? Nədir bu bəla, nədir bu cəza? Orada hadisə baş verən, belə tutaq ki, bir hadisə baş verib. Nəzərə alaq, məsələn, sayaq ki, orada ölüm hadisəsi də oldu. Burada bir yol ekspertləri gəlir, bir dəyərləndirirmi və yaxud da kameralara baxırmı? O necə bir aydınlaşdırılır və niyə həmişə belə deyil? Yetərli sübut varsa da niyə məhkəmələr həmişə sürücünün Məhkəmə tibb ekspertizası deyilən bir qurum var. Yeni Ədliyyə Naziri gələndən sonra mən bildiyim qədərilə o sistemi tamamilə yeniləməyə çalışdı. O köhnə yeyib qarın bağlamış ekspertləri çoxunu qovdu oradan. Çünki şablon qərarlar verirdilər. Elə bilin ki, bunların siyirmələrində hazır qərarlar var. Çıxardır orada ad familiyanı, adı soyadı dəyişir, yazır, həvəs salam, sən günahkarsın. Qardaş, bir ekspert nədir? Sən hadisə yerinə baxmalısan, müayinə eləməlisən, ölçməlisən. Vətəndaş ola bilsin ki, hadisə anında, belə deyək də, bir affekt vəziyyətində olub, özündə deyil. İzahat verir ki, bəli, mən bu yolun bu tərəfindən gəlirdim, təxminən xəttin bu tərəfində idim. Sən də götürüb ona uyğun rəy yazırsan. Amma sən kameraya baxanda görürsən ki, bu adam xəttin bu tərəfində deyildi, bu tərəfində idi. Sən görüntüyə yox, onun dediyinə əsaslanırsan, onu yükləyirsən. Bu nə dərəcədə vicdanlı ekspertdir?